Valideyn övladının dərsdə iştirak edib etmədiyindən anında xəbərdar olacaq. Bunun üçün Nizami rayonu 12 nömrəli tam orta məktəbdə QR kod əsaslı elektron davamiyyət sisteminin tətbiqinə başlanılıb. Şagirdlər məktəbə daxil olarkən həmin QR kodlar vasitəsilə avtomatik qeydiyyatdan keçir. Beləliklə valideynlər övladının məktəbə daxil olub-olmadığı barədə dərhal məlumat alır. Yeni sistemin təfərrüatı sıradakı sujetdə. Tətbiq olunan yeniliyə əsasən hər bir şagird üçün QR kod yaradılıb. Məktəbin girişində şagirdlər daxil olan zaman məsul şəxslər tərəfindən həmin QR kodlar oxudulur. Beləliklə, avtomatik olaraq valideynə onun övladının məktəbdə olması ilə bağlı bildiriş gedir. Qeyd edeyim ki, məktəb rəhbərliyi tərəfindən eyni zamanda valideyn tərəfindən şagirdlərin dərsə davamiyyəti real vaxt rejimində izlənilir. Elektron davamiyyət sistemi vasitəsilə şagirdlərin məktəbə giriş vaxtı anında qeydə alınır, dərhal valideynlərin WhatsApp nömrəsinə bildiriş göndərilir. Gecikmə və davamiyyət statistikası rəqəmsal baza üzərindən şəffaf şəkildə aparılır. Yəni QR kodlar oxudulan anda bazaya məlumat daxil olur, həmin anda məlumatlar təhlil olma mərhələsinə keçərək emal olunur və həmin dataya əsasən müvafiq hesabat formalaşır. Bu həftənin birinci günündən başlayaraq layihənin tətbiqinə başlamışıq. Əvvəl pilot olaraq 10 sinifdə başlamışdıq, lakin demək olar ki, hal-hazırda layihə artıq bütün siniflərin tətbiq olunması mərhələsindədir. Növbəti həftədən düşünürük ki, biz bunu 100% şagirdi bu xidmətdən istifadə edə biləcək. Şagirdlər hal-hazırda yalnız məktəbə daxil olarkən QR kodları oxudurlar. Amma gələcəkdə şagirdlərin dərsdən çıxış saatlarında da növbəti mərhələdə bu layihənin tətbiqinə başlayacaq. Bir şagird bir QR kod oxuda bilər. Əgər şagirdlərdən biri digərinin QR kodundan istifadə edərsə, bu saxtalaşdırma sayılır və buna göz yuman şəxslər üçün məsuliyyət yaranır. Tətbiq edilən yenilikdən valideynlər də razıdır. Sinifə daxil olmaqları barədə bizə SMS gəlir və biz bu baxımdan rahat oluruq ki, artıq bizim uşaqlarımız məktəbdədir. Uşağımdan necə deyim də xəbərdarlıq olur mənim üçün. Yəni evdə rahat oluram ki, uşağım dərsdədir. Dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmin edilməsi məqsədi ilə tətbiq olunub. Ağcəl Əsgərli, Pərviz Əliyev, ATV Xəbər.